Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin mətbuatla iş və kommunikasiyalar sektorunun müdiri Mehdi Məmmədli televiziyamıza bildirib ki, Ağdaşda ümumilikdə 22 dəfə səyyar asan xidmət gerçəkləşib və 62 mindən çox vətəndaş müraciəti daxil olub. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur. 2013-cü ildən həyata keçirilən səyyar asan xidmət vasitəsilə ümumilikdə 3 milyon 286 mindən çox, 2025-ci il ərzində isə 173 min 200-dən çox vətəndaş müraciəti daxil olub. Xatırladaq ki, asan xidmət mərkəzlərinin olmadığı, regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 səyyar xidmət avtobusu vasitəsilə əhaliyə səyyar formada xidmət göstərilir. Əsas məqsədlər dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır. Pravam birinci dəfə Yevlaxdan aldım. Sonra vaxtı bitənə yaxın gəldim, buradan aldım. Bununla ikinci dəfədir, gəlib buradan götürürəm. Çox sağ olsunlar, rahat şəkildə də götürdük. Eşitdik Ağdaş rayonunda Hasan xidmət gəlib, çox yaxşı bizə xidmət elədilər, yaxşı bizi qarşıladılar, yaxşı bizim işimizi düzüb qoşdular, çox da razıyıq. Dedim ki, gedim bura müraciət edeyim ki, vaxtıma qənaət edeyim, bu işdən mən də faydalanım. Bugün gəldim, bugünkü qismətə düşdü, yəni 2-3 gündür burada mərkəzdə xidmət edir. Gəldim və gördüm, həm vaxtıma qənaət elədim. 25 fevral tarixinədək vətəndaşlarımız Ağdaşda səyyar formada həyata keçirilən xidmətlərdən yararlana bilərlər. Bu il ərzində işğaldan azad olunmuş ərazilərimizdə yaşayan vətəndaşlarımız üçün də səyyar formada xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur. Bundan öncəki dövrdə Cəbrayılda, Zəngilanda və Talış kənddə də bu cür xidmətlər həyata keçirilib və əsas məqsəd dövlət xidmətlərinə əlçatanlığın təmin olunmasıdır. Qeyd edək ki, səyyar asan xidmət fevral ayının 25-nə kimi Ağdaşda öz fəaliyyətini davam etdirəcək. Vətəndaşlar bu müddət ərzində səyyar asan xidmətin xidmətlərindən rahatlıqla yararlana bilərlər. Günay Hüseynova, Agil Əsədov, Həcər Həsənova bugün informasiya proqramı üçün.